Aybaşının birinci gündən etibarən onun yumurtalığında bir folikul yetişməyə başlayır. Bir folikul. Və aybaşının 13-14-cü günü ortalama, bəzi 10-17 gün, amma ortalama 13-14-cü gün o folikul böyüyür. Ölçüsü təxmini 22-23 mm çatandan sonra partlayır, ovülyasiya gedir. O yumurtadan hamilə qalır. Amma bəzi pasiyentlərdə bu folikul yetişə bilmir. Ovülyasiya gedə bilmir və məcbur bəli, o folikulu biz yetişdiririk. Dərmanlar ya da özəl iynələrlə biz yetişdiririk. Özəlliklə polikistoz xəstələrində, ya da endometrioz xəstələrində fərqi yoxdur. Ya da ki, heç bir problem yoxdur, amma normal folikul yetişməsi getmir. Bu pasiyentlərdə öncə folikul niyə yetişmir, onun səbəbi araşdırılır, öncə səbəb müalicə olunur, sonra da yenə öz folikulu spontan yetişmirsə, bəli, folikulu biz yetişdiririk.